Əziz tamaşaçılar, ATV Maqazin onlarla bu dəfə sizi Türkiyədə Aysel Əlizadənin klip çəkilişi məkanından salamlayır. Hər zaman yeni işlərə imza atmağı sevən gənc ifaçı Aysel Əlizadənin səsi bu dəfə Türkiyədən gəldi. İfaçının qardaş ölkəyə aparan səbəbi isə yeni klip çəkilişi oldu. Bilirəm ürəyində biri var, bilirəm bəlkə mənəm, nə bilim bəlkə də mən deyiləm. Deməsən də bunu mənə kimdir mən. Lirik bir mahnı olacaq, slow bir mahnı olacaq. Sarılsam adlanır. Sözləri Leyliyə, musiqisi isə Hakana aiddir. Hər zaman seçdiyim tək ünvan Teoman Topçu, hansı ki dostluğa dayanaraq, ümumi olaraq iş baxımından olsun, hər bir baxımdan razı qaldığım bir insandır. Ona görə mən bir daha İstanbulda onunla işbirliyi görməyə gəlmişəm. Aysel klipinin çəkilişini də elə Türkiyəli rejissora həvalə edib. Hə, de görə Türk rejissoruna müraciət etməyinin səbəbi nədir? Olmaya sən də yerli rejissorlarımızı bəyənmirsən. Bəlkə də bizim rejissorlar məndən inciyə də bilərlər. Dost ola bilərik, salamlaşa bilərik, xətirlərini istəyə bilərəm, amma sonunda biz də təbii ki iş görürük və gördüyümüz əziyyətin müqabilində istədiyimizi əldə etmək istəyirik. Özümü tapmadığım üçün bugün orada deyil, burada klipi çəkdirirəm. Səbəbini isə belə izah etdi. Eyni sujetlər, eyni belək deyək də temalar və mən xoşluram ki, mənim üzərimdə işləsinlər. Ona görə də buradayam. O klipini elə ilk dəfə bizdə təqdim etdi. Sarılsam klipimin ekskluziv görüntüləri məhz ATV Maqazin onlarla da. Yeni klipinə tərəf müqabilsiz çəkilib. İnsanlar klipə baxdığı zaman bir sujet xətti görməsinlər. Hər kəs özünü o sujet xəttinə görməyini yəni düşündüyümüz üçün belə yəni tərəf müqabilsiz bir klip çəkilişinə başlamışıq. Klipte bir erkek oyuncumuz yok. Özellikle oynatmadık. Onu biraz seyirciye bıraktık. Hani niye ayrıldılar kısmını önünü açık bıraktık. Herkes kendi hayalini, kendinden yaşadığı şeyi koyabilsin ortaya diye. Mən də sizə təşəkkür edirəm. ATV Maqazin onlarla təşəkkürümü bildirirəm. Alfaya təşəkkürümü bildirirəm. Sizin şəxsən özünüzə də təşəkkür bildirirəm ki, bugün yanımda oldunuz, dəstək oldunuz mənə. Hər zaman istedadlı, çalışqan sənətçilərin yanında olmağı bacaran ATV Maqazini onlarlanın bu həftəki Türkiyə səfərindən də bu qədər.